Salam məzləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə çox dadlı və çox asan hazırlanan ətli şorbanın reseptini bölüşürəm. Deməli, ilk öncə bir dənə orta boy soğanı götürmüşəm. Bunun yarısını istifadə edirəm. Xırda-xırda kub şəklində doğrayıram. Soğanı doğrayandan sonra bir dənə orta boy kök götürmüşəm. Kökün də elə bir yarısından çoxunu doğrayıram. İstəsəz hamısını da doğraya bilərsiniz. Bizdə çox kök sevilmir deyə mən biraz az qatdım. Deməli, bunu da kub şəklində xırda-xırda doğrayırıq. Ardından 2 dənə də balaca pomidor götürmüşəm. Pomidoru da elə bir eynən o qaydada xırda-xırda kub şəklində doğrayıram. Hazırda bilirsiniz ki, yəqin ki, pomidorun qiyməti çox bahadır. Ona görə, yəni evinizdə əgər tutma pomidor varsa, bankada olanlardan, onlardan da qatıb doğraya bilərsiniz. Məndə yox idi deyə belə hazır pomidordan istifadə elədim. Pomidoru da doğrayandan sonra tavanı ocağın üzərinə qoyuram və tavaya biraz duru yağı tökürəm. Yağ qızandan sonra üzərinə doğradığım soğanları tökürəm və bunları biraz cüzi bir 5-6 dəqiqə qovururam. Üzərinə zövqə görə yarım çay qaşığı duz tökürəm. Cüzi biraz çay qaşığının ucunda istiot tökürəm və biraz da sarı kök tökürəm. Tökəndən sonra bunları qarışdırıram. Və üzərinə doğradığım kökləri də əlavə edirəm. Bunları da bir-birinə qarışdırıb təxminən 1-5-6 dəqiqə bunları da qovururam. Ardından doğradığım pomidorları da bura tökürəm. Bunları da bir 5-6 dəqiqə biraz qovurub öldürürəm. Bunlar da qovurulandan sonra üzərinə 200 qram ayrıca qazanda qaynatdığım mal ətini bura əlavə eləyib, bunları da biraz cüzi qızardıb qovururam. Supu bu qazanda bişirəcəm mən. Əti qaynatdığım suda, yəni bulyonda bişirəcəm. Deməli, qovurduğum tərəvəzləri əti bura əlavə eləyirəm. Yüngülvari qarışdırandan sonra kənarda bir dənə orta boy doğradığım kartofu belə gördüyünüz kimi kub şəklində doğramışam. Bunu da supun içərisinə əlavə edirəm. Və ən son olaraq üzərinə zövqə görə duz istiot tökürəm. Və bir ədəd də labloris yarpağı tökürəm. Bunları qarışdırıb qapağını örtürəm. Qoyuram təxminən yarım saata pişsin. Burada təkcə demək olar ki, bir dənə kartof pişəcək. Qalan ətidir, digər əzalarda onlar pişib onsuz da. Ona görə yarım saatda kartof da artıq pişmiş olacaq. Təxminən yarım saat keçəndən sonra kartofun pişdiyini yoxlayandan sonra üzərinə zövqə görə göyərti doğranmış, xırda doğranmış göyərti səpirəm. Çox dadlı bir supdur. Hazırlanması gördüyünüz kimi çox tez, asan başa gəlir. Həm də çox sağlıqlı bir yeməkdir. Ona görə çalışıram ki, mən tez-tez ara-sıra bu yeməklərdən hazırlayım. Ona görə sizə də məsləhət bilirəm ki, siz də mütləq hazırlayın. Əminəm ki, inşallah ki, bəyənəcəksiniz. Bu qədər. Sağ olun, salamat qalın. Gələn videoda görüşənədək.